Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugünkü videomda mövsümü olduğuna görə feyxuadan bol vitaminli soyuq mürəbbə və qaynatmadan kompotlar hazırlayırıq. Sizin üçün də maraqlıdırsa videomuzu sona qədər izləyin. Aldığım 4 kiloqram feyxuanı təmiz yuyacağım və aş üstünə töküb biraz suyunun çəkilməyini gözləyəcəm. Feyxuanın mövsümü olduğuna görə bazarda həm ucuzdur, həm də boldur. Feyxuanın qara hissələrini bir balaca təmizləyəcəm və 2 hissəyə bölürəm. Feyxuanı 2 hissəyə böləndə kompotu çox dadlı alınır və birazdan nar təmizləyəcəm. Kompotların yarısını sadə feyxua ilə və bir hissəsinə isə nar da əlavə edəcəm. Narla da hazırlayanda feyxua ilə nar birlikdə çox ləzzətli alınır. Bankalara doldururam və üzərinə bir armudu stəkanla şəkər tozu əlavə edirəm hər bankaya. Əziz xanımlar, mən kompotu hazırlayarkən biraz bankalara isti su əlavə edirəm. Meyvənin şəkərin üzərindən 5-6 dəqiqə saxlayıram. Daha sonra bankaları dolanacaq qaynar su ilə dolduracağım. Bu cürə edəndə meyvələr də öz şirəsini buraxır və şəkər də əriyir. Hamısını kompotlarımın hazırladım və üst-üstə yığıram. Üzərini isə qalın bir şey ilə örtəcəm, səhərə qədər qalsın. Qalan 1 kiloqram yarım feyxuamı isə şəkər əlavə edib soyuq mürəbbə hazırlayıram. 1 kiloqram meyvəni çəkdim ət maşınından və üzərinə isə özü qədər də, yəni 1 kiloqram yarım da şəkər əlavə elədim. Səhərəcən saxlayacağım və ara sıra qarışdıracağım ki, şəkəri ərisin. Feyxua mürəbbəsini hazırlayarkən içərisinə portağalın qabığını və yaxud da limonun da qabığını çəkib qatmaq olar. Ancaq biz qozla sevdiyimiz üçün içərisinə süfrəyə verdikdə qoz əlavə edirik. Göründüyü kimi mürəbbəmiz də durulubdur, şəkər tam əriyib və indi isə əvvəldən yuyub quruladığım bankalara yığıram. Bir də say Murat. 1, 2, 3, 4, 5. Aferin. Əlindəkilər nədir? Bu. Kim verdi onu sənə? Evet. Ama. 1 kiloqram yarım meyvədən 4 ədəd 500 mg-lıq mürəbbə alındı. Onu da qeyd edim ki, dəyərli izləyicilər, aldığınız feyxua əgər şirindirsə, 1 kiloqram meyvəyə 800 qram şəkər tozu da əlavə etsəniz bəs eləyəcək. Çünki mənim aldığım feyxualar turş idi, ona görə də 1 kiloqram meyvəyə 1 kiloqram da şəkər əlavə etdim. Kompotlarımız da artıq hazırdır. Biz axşamdan hazırlayıb bükmüşdük isti adyalın arasına. Rəngləri də çox gözəl alınıb. Narla hazırladığımızın da rəngi tamam bir başqadır. İnanın ki, süfrədə çox gözəl görsənir. Kompotlar da, soyuq mürəbbədə. Mürəbbələri isə bankalara yerləşdirdikdən sonra çalışın soyuducuda saxlayın və qışda açanda isə üzərində bir balaca qaraltı ola bilər. O isə demək deyil ki, mürəbbəniz xarab olub. Xeyr, üzərinə bir balaca yığın və sonra isə istifadə edin. Bol vitaminli feyxua mürəbbəmizin rəngi də çox gözəl alınıb. Və dəyərli izləyicilər, əgər videomuzu bəyəndinizsə, kanalımıza abunə olub, yorum yazmağı unutmayın bizə dəstək üçün. Allah sizlərdən razı olsun və göz haqqınızı halal edin. İnşallah növbəti videolarda görüşənədək. Salamat qalın, Allaha əmanət olun.